İndi isə animation və transition hissələrinə baxaq. Görək bunlar nəyə yarayır. Animation və transition'a keçməzdən əvvəl gəlin izah edək ki, tutalım bizim mövzumuzda belə bir başlıq var ki, necə idarə olunur. Belə bir sual başlığı var. Zaten ümumiyyətlə slaytları hazırlayan zaman yadımızda saxlayırıq təqdimatlarda çox söz olmur. Sadəcə keywordlər, yəni açar sözlərdən istifadə edirik. Sadəcə biz onun üzərində deməli danışırıq. Məsələn, yazırıq ki, məsələn, simsiz, birinci məsələn simsiz idarə edicilərlə belə yazırıq. Məsələni yazıram. Və yaxud ikinci tutalım yazırıq ki, uzaqdan idarə elə. Məsələn, belə yazdıq. Bunları indi biz gəldik animation, transition və animation hissəsinə. Transition nədir? Transition hər bir slaydın digərinə keçən zaman dəyişməsidir. Məsələn, mən buna split qoyuram bu formada, reveal qoyuram bu formada, random bars qoyuram bu formada, cover qoyuram bu formada. Yaxşı olar ki, hamısına eyni effekt qoymayasınız. O biraz yorucu olur. Mümkün qədər fərqli effektlər qoymaq lazımdır. Və burada seçimlər var. Fikir versəz görərsiniz ki, çoxdur optionlar. Bunların hamısına qoya bilərsiniz. Və burada apply to all eldikdə hamısına qoyulur. Lakin mən məsləhət görmürəm. Daha sonra burada duration görürük. Duration nədir? Bu transition'ın müddətidir. Baxın indi. Slaydı göstərmək üçün də F5-ə klikləyirəm. Başdan göstərir. Məsələn, bu formatda. 2 saniyə. İndi gəlin buna başqa birini qoyaq. Məsələn, bu belə gəlir. Onun müddətini artıraq. 3 qoyaq. Məsələn, Shift F5 basaq. Shift F5 klikləyən zaman isə cari slayddan başlayır. Başlanğıcdan yox, cari slayddan başlayır. Sonra bu duration budur. Sound özünüz qoya bilərsiniz, amma çox istifadə olunmur. Bir də belə bir şey var. On mouse click. Mouse klikləməklə bir slayddan digərinə keçid. Bəzən isə mouse qoymayıb, vaxtdan da təyin edə bilərik. Məsələn, hərəsinə birini qoyaq. Hərəsinə bir dənəsini qoyaq. Sadəcə göstərmək üçün. Sonra wind. Belə bir şey. İndi F5 ilə hər birindən, məsələn, görürük ki, hər birində keçir. Mən sadəcə mausu klikləməklə keçirdə bilirəm bunu. Mausu klikləyirəm, enter düyməsi və yaxud sağa doğru oxlan klikləyirəm, keçirəm, slaytlara keçid edirəm. İndi mən klikləməklə yox, məsələn, görmüsünüz ki, natiqlərin nitqində, hamısında klikləməklə yox, vaxtdan istifadə olunur. O necə eləyir? O mouse kliki götürürük. Gəldik buraya. O mouse kliki götürürük. Məsələn, hesablayıram ki, mən nitqim 5-17 saniyə ola bilər. After'ı bastım, vaxtı qoydum. Məsələn, 7 saniyə sonra avtomatik özü keçəcək. Mən heç bir klikə basmadan. İndi gözləyirik. Və növbəti slayda keçid təmin edir. Amma indi fikir versək, növbəti slayda keçmək üçün gələk mən klikləyəm. Bunların hər birini, hər bir slayd üçün ayrı-ayrı eləmək mümkündür. Yəni, vaxtı buradan after'ı vurub özünüz təyin edə bilərsiniz. Sadəcə öz nitqinizin vaxtını hesablamaq lazımdır. Bu bizim deməli transition'ımızdır. Animation nədir? Animation slaytların içərisindəki olan obyektlərə effekt verir. Transition slaydın özünə verir. Animation isə slaydın içərisindəkinə. Məsələn, gəlin başqa birini verək buna. Fly in. Gördüyünüz kimi buna bir animation verdim. Məsələn, bu sözə ad soyada bir animation verək. Belə. Hətta bunları biz nə edə bilərik? Burada belə bir şey var. On click, mouse'un klikindən olsun. Bu hissəni izah eləyəcəm indi. Duration, müddətini məsələn artıra bilərik. 3. Sonra bu müddətini artıra bilərik. Məsələn, 1 qoyaq. İndi F5-i basaq. Birinci slayd olduğu üçün. Transition hərəkətə keçdi. İndi animation hissəsidir. Və daha sonra ikinci ad soyadıma qoydum. Animation hissəsi hərəkətə keçirdi. Daha sonra hər birinə ayrı-ayrılıqda qoya bilərik. Və burada bir şey var. On click. Yenə də on click-lə keçidi təmin edir bir slaytdan digərinə. Biz bunu on click yox, biz previews. Biz previews nədir? Əvvəlki ilə birgə baxın. Biz previews elədim. Bunun da animasiyası 1 oldu. İndi baxın, F5-i basıram. İkisi eyni anda gələcək. Bastım.
İkisi də eyni anda. Heç bir düyməyə də klikləmədim. Burada məsələn ikinci hissədə başlayın. Burada bir dənə də hissə var. With previews kliklədik. After previews. Ardıcıllıqdan sonra səhv eləmirəmsə bir-birinin ardıcında olmalıdır. Olmasa digərinə birinə qoyarıq. Bəli, ardıcıllıqla göstərməklə gedir. Kliki basmadan. Bunun mənası budur. Daha sonra slide show nədir? Göstərmək üçün. Bax, burada gördüyünüz kimi düymə kombinasiyalarını öz göstərir. Məsələn, from beginning F5-i bastırırıq. Slaydımızı təqdimata başlayarkən F5-i bastırırıq. Yəni, belə bu slayd göstərişi deyil. F5-i basdıqdan sonra sizin təqdimatınız başlayır artıq. From current slide, belə deyim, cari slayddan başlayır. Kursor hansı slayddadırsa, məsələn, 3-dən başlayır. 3-ü göstərməyə başlayacaq. Məsələn, klikləmək məcburiyyətindəyəm, çünki bircə dəqiqə 3-ə qoyaq. From current slide 3-cü slayddan başlayır bu formada. Daha sonra custom slide show custom özümüz seçirik və yaxud ardıcıllığını da özünüz müəyyən edə bilərik. Əgər hansısa bir slaydı göstərmək istəmiriksə, burada hide eləyirik. Hide slide. Hide slide eləyən zaman bizə göstərilmir. Review və view hissəsi məncə hamıda aydındır. Əsasən normal görünüşdə qoyuruq biz slaytlarımızı. Slide sorterdə hamısını görə bilərik, bütün slaytlar. Reading modda isə oxuma rejimidir, ancaq mətn hissəsi varsa onlar görünə bilər. Notes page əlavələr olanlar slaytların bəzən aşağısına əlavələr eləyirlər ki, ancaq onu danışan adam görür, ekranda görünmür o. Əsasən normal rejimdə qoyulmuş olur. Grayscale boz rəngdə də eləyə bilərsiniz. Back to color view rəngarəng rejimə çevirir. View-dan dəyişmişdik bunu. Gördüyünüz kimi zoom, rulə bunlar hamısı bildiyimizdir. Yəni çox üstə düşmürəm. Əsas biz bilirik slaydı göstərmək üçün, başlanğıcdan göstərmək üçün F5-dən başlayırıq. Cari slaytdan harda qalmışıqsa, davam eləmək istəyiriksə Shift F5-i basırıq. Əgər F5 tək işləmirsə F-in F5 eləyirik. Shift F5 tək işləmirsə F-in Shift F5 eləyirik. Bəzi kompüterlərdə fərqli ola bilər. Sonra faylımızı saxladıq, hazırladıq, save as eləyirəm. Save as eləyəndə gəlirəm burada, browse, bunu hamı qarışdırır ikisini. Təqdimatımın adını yazıram, məsələn, Smart Home yazaq elə. Smart Home. Əsasən Smart Home, əsasən tipini PPTX qoyun. Bax buradan. Məndə indi dəyişib, amma sizdə dəyişməyə bilər. PPTX qoyun. Məsələn, mən desktopda saxlayıram və save eləyirəm. Bu qədər. Sonra başlayanda F5-dən başlayıb göstərməyə başlayırsınız. Və əsas qayda slaydı göstərən zaman sonda həmişə sağollaşma deyək də slaydı olmalıdır ki, bu ümumiyyətlə bütün qanundur, yazılmamış qanunlar deyək. Amma tipini özünüz seçirik. Məsələn, belə title onu, məsələn, thank you. Thank you. Belə bir şeylər qoya bilərsiniz. Hətta buna da animation, transition qoymaq mümkündür.